Azal təyyarəsinə qarşı bir təxribat həyata keçirilib. Qaramaskalılar və polisin hadisə yerinə gəldiyi bildirilir. Yanvarın 5-də Praqa-Bakı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin trapında insident yaşanıb. Bu barədə Çexiyanın paytaxtı Praqada yaşayan Azərbaycanlı Mətanət Əzizova özünün sosial şəbəkə hesabında məlumat verib. Onun bildirdiyinə görə bir nəfər qeydiyyatdan keçmədən qanunsuz şəkildə hava gəmisinə minmək istəyib. Praqa aeroportunda Praqa-Bakı reysini gözləmə zalında bir kişi yoxlamadan keçmədən qanunsuz trapa daxil oldu və təyyarə tərəfə getdi. Hayküy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyyarəyə minmək idi. Ümumi onu dayandırmaq üçün 30 dəqiqə ərzində aeroportun təhlükəsizlik xidməti, çox sayda polis, ona yaxın qara maskalı cəlb olundu. Sonra itilər, xüsusi qurğular və s. Mətanət Əzizova bildirib ki, həmin şəxs zərərsizləşdirilib. Əsas mövzu isə bu deyil. Əsas bilirsinizmi kim birinci olaraq cinayətkarın qarşısına çıxdı? Kim onu təyyarəyə girməyə qoymadı? Azalın təyyarə bələdçisi. Baxmayaraq ki, ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, əməlli başlı boy-bez pravil gedirdi, yəni qaydasız döyüş gedirdi. İndi inanırsınız, polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi ki, təyyarəyə girsin. Bunu niyə yazdım söyləyir Mətanət Əzizova, deyir, yazdım. Azaldan xahiş etmək istəyirəm ki, bugünkü reisdə işləyən hər kəs mükafatlandırılsın, əsas da o qara buğday qəhrəmanımız, çünki ona təşəkkürlər düşür.